Allahın adları hər birisi gözəl adlardır. Çünki Allah da nə deyir? وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى Gözəl adları var. Və o adlar Allahın özünə xasdır. Lakin elə adlar var ki, orada onu Allahdan qeyrisinə verə bilməzsin. Məsələn, Ar-Rahman. O isim Allahdan qeyrisinə qoyulmaz. Elə adlar var ki, onları qoymaq olar. Lakin hansı adını insana qoymaq olarsa, əlifləmsiz qoyulmalıdır. Məsələn, tutaq ki, sən adını qoyursan, məsələn, evladın, məsələn, Rahim. Elə bu ad, hansı ki, şeyxdir, Allaha da xasdır, insanlara da qoymaq olar. Onu Ar-Rahim deyə bilməzsən. Necə ki, Allah özünü adlandırıb Ar-Rahim. Deməli, sən Rahim, əlifləmsiz. Çünki əlifləmlə Allah onu özünə xas edib. Allahın özünə aiddir. Yəni, qısa olaraq hansı adı ki, insana vermək olar, Allahın adlarından əlifləmsiz olmalıdır. Əlifləmlə onu demək olmaz. Çünki əlifləm müəyyənliyi bildirir və o da Allah Taala'ya aiddir.